Salam dostlar, necəsiz? Bugün sizinlə topu udarla vurmağı bir dənə məşq kimi bir şey öyrənmişəm. Biz bu topu baxın dostlar, bələsinə atıb vurandan sonra bu top qalxır göyə vurur. Amma mən bunu elə bir şey edəcəyəm ki, bu düz bələsinə qalacaq. Amma mən bunu belə vuranda top sürətlə gedəcək, həmçinin göyünə qalxıb gedəcək. Bu dəfə bu topu qapının üzərində denəyəcəyik. Bir baxaq nə olacaq. Birinci başlayırıq topun yuxarı qalxmasından. Biz bunu, baxın, bu damalı toplar olur. Bu damalı toplar içində işləyir bu. Biz bu damalı topun belə qoyuruq belə aşağı hissəsinə. Bu xətini də qoysaq olar. Eyni şeydir. Xət, dama. Ondan sonra gəlirik dala. Buna vuranmadım, təkrar. Biz amma elə eləməliyik ki, dama olsun. Başda neçə dəfə də video çəkirəm. Hər dəfə cürbəcür şeylər alınır. Bu sonuncu videodur deyib çəkməyə başladım. Baxın, amma bunu elə bir dərəcə qoymalıyıq ki, aşağı dərəcə. Damaya vuranda udarıq. Həmçinin vuranda ayağımızın tam uc hissəsində vurmalıyıq. Baxın, qalxdı. Ondan sonra bizimki qalır sürət. Hələn var ayaq təması ilə göz təması. İndi qalır sürət təması. Bu sürət təmasında isə bu topumuzun gəlirik. Eyni şeydir. Baxın dostlar, eyni şeydir. Belə qoyuruq. Amma bu dəfə sürət təması edəndə bu xətnə vurmamalıyıq. Bu xətnə vuranda bu sürət təması düz gəlmir. Bu dəfə bunu daması ilə vurmalıyıq. Çünki ayaqqabımızın uc hissəsinin tam ortası bu şişən yer deyirəm mən. Buna çox pis udar verir. O vaxtı da top gedir yaxşıca qapıya deyir. O yüzdən indi baxın bunu belə elədik. Amma bu dəfə xətnə olmayacaq. Baxın indi. Sonra sizə sürətin neçə olduğunu da izah edəcəm necədirlər. Baxın dostlar. Gəlin. Beləsinə gəldi. Sürət tam. İndi qaldı ayaq təması. Sonra qalır göz təması. Ayaq təması o deməkdir ki, bu topun neçə sürətlə getdiyini ölçmək. Bizdə var məsəl ki, 40 dərəcə, 50 dərəcə, 180 dərəcə, 360 dərəcə. Mən bədənimi bir dəqiqə saxlatıram neçə dərəcə istəsəm. Amma ayağımı ayaqqabıma görə saxlatıram. Bax, məsəl ki, buraya qoyanda 47 dərəcə. Bunu mən beləsinə vurdum. Beləsinə vurandan sonra 180 dərəcədən çıxıram 47-nə. Qalın mənim üçün 133. Bu 133 dərəcə isə 133 dərəcədən də 100-ü çıxanda qalır 33. Yəni mən bunu bir dəqiqə vurursam bu yerinə. Düz 33 sürətlə gedəcək, qapıya dəyəcək. Bu ayaq təması idi. İndi gəldik göz təması. Göz təması o qədər də vacib bir şey deyil. Göz təmasında da hamısı eyni şeylərdir. Mən dediklərimi hamısından eləyirsiniz. Ondan sonra isə dostlar, baxın. Bu topun qapıya harası gözümüzlə, məsəl ki, baxın, qapıya mən istəyirəm. Baxın, məsəl ki, deyilsin bu yerlərlə. Mən haraya istəyirəm, baxın, topu o tərəfə istiqaməti ilə eləməliyəm. İstiqamətə görə vururam. Bir də hava küləklidirsə, küləkin dərəcəsini də ölçün. Küləkin dərəcəsini ölçməsəniz, top səfiyyəyə gedə bilər. Davay, indi mən hamısı ilə birlikdə, məsəl istəyəm orta yerlərə dəysin. Baxın. Gördünüz? Gözümüzün dərəcəsinə uyğun vururuq. Dostlar, beləliklə bunu qapıya vurduq. Gəlin, indi bundan hamısını birləşik edək. Baxın, gətirdim topu. Top gəldi mi? Sonra biz bunu tuturuq beləsinə. Qoyuruq bu aşağı hissəsini. İzah elədiyim formata. Amma bu dəfə xətn eləməyəcəyik. Xətn eləyəndə sürət işə yaramır. Sonra gəlirik.
dənə də vurum sizin üçün. Baxın. Bir dənə də vurdum. Axıl göyə. Topu eyni mənim kimilərdə qapıda kim dayansın futbolda. Amma siz futbolda bu işə çox da işə yarayan bir qayda deyil. Sizin məsələn hər bəy deyirəm. Məsələn evdə evinizdə qapıçılıq edəndə qapıda bir dayanıb siz vurmaq istəyəndə eyni qayda işə yarayır. Və yaxud da idman dərsində arada məktəbdə idman dərslərində olur. Müəllim bizə qapıya bir dənə uşaq qoyur. Bizi deyirlər ki, atın oraya bir dənə zərbə qapıya. O vaxtda da bir dənə bunu eləyə bilərsiniz. Başda deyim sizə, bu həyatınızda lazım olan qaydalardan biridir. Like atıb abunə olmağı unutmayın. Sağ olun.